3. Doktor, öddə olan laldaşlar haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, el arasında belə bir deyim var, laldaş. Laldaş termini deyiləcək bir termin yoxdur və xəstələr özlərinə bir mənəvi rahatçılıqlar verməsi üçün bu deyimi ortaya atıblar və geniş vüsət alıb yayılıbdır insanlar arasında. İnsanın ödündə daş var. Bu daş insana ağrı vermirsə, buna laldaş deyirlər. Əslində, laldaş deyilən bir məfhum yoxdur. Əgər xəstənin ödündə daş varsa, bu xəstənin ağzında acılıq var, köpü var, kürəyinin arxasına vuran küt ağrısı var, sağ qabırğa altında sallanan dartıcı bir küt ağrısı var, qəbizlik və yaxud ishal şikayətləri var. Bunların olmasını nəzərə almır. Sadəcə bir dənə ağrının olmadığı üçün, kəskin ağrının olmadığı üçün həmin daşa laldaş deyir. Əslində isə laldaş deyilən bir şey yoxdur. Və bütün daşlar özü-özlüyündə müəyyən simptomlar verir. Sadəcə xəstələrdə kəskin pristup şəkilli ağrı olana qədər həmin daşlar laldaş hesab edilir.